sizə bugünkü görüşdə əsas söyləmək istədim. Birinci nədir? İmtahan stresini aşmaq. İnsan imtahan stresini necə aşa bilər? İmtahan həyəcanı, imtahan krizini necə aşa bilər? Bunun üçün hansı yöntəmlər var? Birinci danışacağım məsələ budur. Danışıqlarınızda qaldı mı? Buradan başlayalım. Siz təkrar bir də mənim danışıqlarım mənə sual verəcəksiniz. Elə danışıqlarım ki, sizin düşündürənlərin içində o suallar olsun. İnsan imtahan stresini, imtahan həyəcanını, bu krizi aşmaq üçün birinci növbədə imtahanı fikirləşərkən düşünməlidir ki, mən davamlı olaraq diqqətimi bir yerə yönətməliyəm. Davamlı olaraq mən həmişə bu diqqətimi bir yerə mərkəzləşdirməliyəm. Bu yer nədir? Mən hara diqqətimi cəməliyəm? Məqsədə yönətməliyəm. Yəni, birinci, insanda stres, həyəcan, qorxu, vəsvəsə, paniklik, bu tip şeylər həmişə insanın, belə deyək, insana gəlir, insanda baş verir, insanın ruhuna təsir edir. Amma bu iki yerə bölünür, iki yerə. Elə qrup uşaqlar var ki, onlar həyəcanı, panikliyi, bu fobiləri, bu gün vəsvəsələri aşa bilir. Öhdəsindən gələ bilir, əhəmiyyət verməyə bilir, onunla belə deyib çarpışa bilir, onu özündən rədd edə bilir, qova bilir, bəli, qrup. Uşaqlar isə qova bilmir. O həyəcanı, o fobini, o panikliyi, o həyəcanlamanı qova bilmir və onun içində daxil olur. Başlayıb özünə və bunu daha da məcbur olub düşündürməyə. Yəni, özünü inandırır ki, o yaza bilməyəcək. O özünü inandırır. İndi mən demək istəyirəm ki, A bəndə olan uşaqlar, onlar bu kimi vəsvəsəni, həyəcanlı, panikliyi qovur. Amma necə qovur? O nə fərq olur? Belə qovur, bax. O sadəcə ona əhəmiyyət verir. O məntiqlə başa düşür, bilir ki, məntiqi cəhətdən o buna əhəmiyyət versə, o bunu artıq imtihanını yaza bilməyəcək, başarılı ola bilməyəcək, onu bilir. O özünü sınıyır bu işdə, başlanırəm. Amma bir də var ki, mən artıq bilirəm ki, buna əhəmiyyət verəcəm. Məsələn, sizdən əvvəl bəyalar bir görüşümüz var ki, mesela orada başa salıram, deyirəm ki, bax bu qorxudur, həyəcandır, qapıdan o tərəfdədir və sən əgər onun qapıdan o tərəfdən yadda salsan, arada bir var olsa belə, gələcək sənin beyninə girəcək. Əgər sən o qapının dalında gizlənən qorxunu, həyəcanı, panikliyi yadına salmazsan, o sənə gəlib heç bilməyəcək. Və insan bu həyəcanlama nəticəsində, həyəcanlamanın yüksək təsir nəticəsində insan artıq belə deyək, ümumi konsentrasiyanı itirmiş olur, orientasiyanı itirmiş olur. Başlara bilirəm mi? Məsələn, elementar bir şey var da, biz burada göz bağlayıcı oynuruq, 3 nəfər, 4 nəfər çağırır, bir nəfəri ortaya salırıq, göz bağlayıcı edəcək, bizi tut. Biz onu çağırırıq, elə deyil mi? O başlayıb bizi necə çağırmağa? Səsimizin orientasiyasından, elə deyil mi? Səsi eşidib, ona görə də gedir. Harada olduğumuzda o ona görə gedir, amma gözü bağlıdır. Orientasiya. Nə demək orientasiya? Səsi eşitdiyi nöqtəyə doğru getmək. İmtahan prosesində də sən bilməlisən ki, orientasiya nədir? Orientasiya nə deməkdir hanımlar? İmtahan prosesində sən oturdun, imtahanın prosesini izləyirsən. Qarşında suallar, qarşında qoyulan mövzular, onları izləyirsən. Orientasiya oradır. Tamam. İkinci məsələyə qayıdıraq. İndi hal-hazırda imtahan ərəfəsi artıq yaxınlaşır, artıq imtahandan inşallah girəcəksiniz. Bunun üçün nələrə diqqət eləmək lazımdır? Birinci, bu yaxın ərəfəni nə ilə doldura bilərsiniz? Mən deyərdim ki, daha çox nə ilə doldurasınız? Davamlı çalışmalarla yanaşı, davamlı təkrarlarla yanaşı, davamlı oxumaqla yanaşı, plan bir qədər tərtib eləməkdir. Plan. Yəni, azcıq bir plan olsun, o planda nələrə diqqət eləməlisiniz? Baxın, məsələn, 25 dənə sualdan, istər riyaziyyat, fizika, kimya, biologiya, İngilis dili fərq eləmir, 25 sualdan 25 sualı 4 yerə bölünür. 25 sual verilir, onu 4 yerə bölünür. A, B, C, D. Nə demək diyor? Yəni, 25 sualın içində 4 xüsusiyyətli, 4 xarakterli, 4 növlü suallar var. Bir də başlayalım.
25 sualın içində 4 A, B, C, D xüsusiyyətli, xarakterli, növlü sual var. Birinci, mürəkkəb növlü suallar var 25 dənə sualın içində. Onlar ola bilər 5-dən olsun, 4-dən olsun, 3-dən olsun, mürəkkəb. Hansı ki, sən o sualı gördün, sən o nə eləməlisən? O sualı başlayırsan, dilişib qalasın orada, iş yazırsan, vurursan, axtarırsan, cavabını tapa bilmirsən. Bu sual nəyə görə qoyulub? Ona görə sən onu vaxt sərf edərsən. Amma sən məntiqlə girərsən, sən sual. Mən onu eləmirəm. Bu mənim bildiyim sual deyil. Mən bunu eləsəm, səhv eləyəcəm və mənim düz cavabları biləcək. Məntiqlə baxmalısan. İkinci B bərinə baxırsan sualı. Mürəkkəb yox, müxtəlif sualların xassəsidir. Yəni, bir-birinə qohum olan suallar. Qohum olan sual nə deməkdir, deyə bilərsiniz? Yəni, qohum olan fənlər var. Belə deyil mi? Biologiya, sonra da zoologiya, elə deyil mi? Qohum olan. Bunlar bir-birinə yaxın olan müxtəlif suallar var. O suallar ikincidir. Ne edirsən orada? Onları araşdırmalısın. Bizdən uşaqlar deyil, imtihanı başladı, oturdu, həmən suallar başlar yazmaq. Doğru deyil. İmtihana gəldin, oturdun, bismillah dedin, əyləşdin, ondan sonra sualların üzündən yaxşı-yaxşı oxumalısan, axıra qədər. Uşaqların çoxsu, içinizdə bəlkə də bilmirəm, məzunlar var, yoxsa yox, uşaqların çoxsu suallar axıra qədər oxunur. Bilirəm də deyil, başqa cavabını verməyə. Və baxır görür ki, onun bilmədiyi məsələlər var. İndi mənim söyləmək istədiyim nədir? 25 sualın içində 4 qrup suallar vardır ki, onlara diqqət edəməliyiz. İndi, mənim sizdən xahişim nədir, dəyərli uşaqlar? Xahişimdir ki, bu bir ayınız ki var, bunu plana salın. Məsələn, riyaziyyatdan, birinci qrupdan başlar, birinci qrup. Riyaziyyatdan, kimyadan, fizikadan evdə olduğunuz zaman ki, siz hansı günlər bura gəlirsiniz, hansı günlər evdə olursunuz da, elə deyil mi? Evdə olduğunuz müddətdə mümkündürsə birinci qrupa aiddir. Riyaziyyatdan 50 dənə, 60 dənə, nə bilim 70 dənə, nə bilim vaxtınıza görə 80 dənə test edin. Əsəb elə bir şeydir ki, ona bəlkə şeylərdir, əsəb olmasa da bir şey var. Başlandılar. Evdə bir şey var da, bacı qardaş evdə olanda, ya bacı evdə olanda, görürsən bir ofisdə neyini? Başlayıb incitməyə. Mən zonqaya yaxşı gəlmə, bir dəfə deyəmək qələmlə, siz də bilirsiniz, elə mi? Yox, elə mi? Ondan bətər etsin. Çözüm xanım, sən neymişlər o zaman dəftərdə deyəndə, Zubqova deyəndə? Müharibə başlayır, ambulanslar gəlir, bəzi şeyləri idarə etməni saxlaması. İndi Rasımə xanım, mənim də sizə söyləyəcəyim şey odur ki, seçdiyiniz ixtisas, qurum, gözəl, o qruplar kimi, amma bu işdə tələb olunan şey odur ki, mümkünsə bu idarə etməni saxlayasınız. Özü idarə etməni qoruyasınız. O müvazinət var da, insanın özünün müvazinəti. İnsan həmişə arzusuna çatmaq üçün tələsir. İnsan həmişə arzusuna çatmaq üçün tələsir. Çalışır ki, necə deyərlər, tez onu əldə eləsin. Amma bir məsələ var ki, Allah da deyir ki, tələsin. Yəni, tələsinlər. Yəni, nə qədər çox tələsəcəksən, o qədər sən geri çökürsən. Onun yürrasında mümkünsə, o tələskənliyin, o əsəbiliyin, o, belə deyək, biraz kabalığın, çoxluğun, bunları biraz mümkünsə bir yerə yığıb, konserv bankasını bağla, onu kənara. Bunlar sənə əngəl olan şeylərdir imtihanlar. Rahat olmazlar, əyləşmək. İndi uşaqlar bu kirimi keçirəm o tərəfə. İnsan üçün önəmli bir faktor var. Faktor odur ki, bir ay müddətində siz nə etməlisiniz? Əsəbləşmək, sinirlənmək, qışqırmaq, xəstələnmək, soyuq su, belə deyək, davamlı soyuq su içmək soyuducudan, ondan sonra soyuq marojunu 3-4 dənə, 5 dənə, 2 dənə, 3 dənə yemək. Bunlara çalışın ki, bu müddət ərzində azaldım. Ondan sonra tüm çay, tüm kofe, məsələn, olmaz. İstər-istəməz, bilməzsən, qanın aşağı olar, özdən qanın yüksək olar, sən də tüm kofe içərsən, daha da yüksək olarsan. Ona görə bəzi şeylər var ki, siz bilmədiysən də onu edirsiniz. Məsələn, qanın təzyiqi yuxarıdır, məsələn, sən oturursan, tüm çay, tüm kofe içirsən. Bu istər-istəməz səndə nə yaradır?
beyni yaradır ki sen artık beyin tonusun, beyin gerginliğini aşmış olursun. Bu da sana psiki təsir edəcək, organizmanda idarəetməni indirəcəksən. Belə şeyler var ki, biraz soğuk neye göre bir an olmaz? Ola bilər ki, sənin, məsələn, organizmdə immunitet zəif ki, soğuk dondurmanı yersən, soğuk su içirsən, davamlı olaraq, bu da səndən yaxın 2 gündən, 3 gündən, bir həftədən bir dənə sənin temperaturun qalxmağı, bir dənə hərarətin qalxmağı. Yetərsən 5 gün səni haldan salır. Başladın mı? Yəni, bircə dəfə sənin hərarətin qalxmağı 39. Bir həftə səni 5 gün, 3 gün sənin işlərini soyulur. Mükəşə bilmirsən, əsən olursan, iştahın bozulur. Ona görə xahiş edən bu bəzi qaydalara riayət edin. Ondan sonra çalışan təbəssüm üzünüzdən əsli olmasın. Qarşıdan gələn bıçıqlara qarşı şey olmalı, dözümlü olmalıdır. Başladı nəmi? Bunlar normal şeylərdir. Amma biz bakarlı eləmirik. Yox, hayır, stres verir, biz buna təpki verir. Doğru değil. Bunun üçün də insan nə edəcək? 10 dənə maddəni sayır. Birinci, hal-hazırda siz ne ediyorsunuz? Bak, son bak, bitirme. Son. 10 dənə maddə, birinci maddə. İmtihana girərkən, imtihanda olduğunuz zaman nələrə diqqət eləməliyəm? 10 dənə maddə. Zeynində bunu həkk eləməlidir. Beynində bunu həkk eləməlidir. Suna hava kimi. Birinci, imtihana girdiğim zaman son nələrə diqqətli özünü cəmləməliyəm. Diqqət. Bunu imtihana bir həftə qalmış özündə bunu davamlı demelidir. Bak, elə bir 2 gündən sonra sən imtihana girəcəksən, inşallah, 2 gündən sonra. O 2 gün ərzində sonra kitablara bağlanma, kitabdan biraz qoğu. Başla fikirləş, imtihanda nə edəcəksən, ondan vermişəm. İzah edebilirlər, başla bilirlər. Deməli, diqqət, onu özündə təlqin eləməliyəm. İkinci, səbir. Mən son dəli səbirli olmalıyam. Mən bilirəm ki, səbirsizəm, rasımə kimi, amma mən özümdə səbiri eləməliyəm, tətbiq eləməliyəm, məcbur eləməliyəm, səbirli olmalıyam. Və deməlisən ki, rasımə səbir, rasımə səbir. Bunu özümə demələm, olmur. Üçüncü dedim, paniklikdən qaçma, panik. Bu içəridəki o həyata bacaqlarını satqırma, aşağı indir. İzah edirəm. Bu sizdə yaxşıdır, siz aktivsiniz, sosialsınız, rahatsınız. Prosta biraz gec başlayırsınız. Biraz tələsiniz. Elə bir danışqılar yanlış söyler, soruşur. Biraz tələsiniz, itirər, beyni itirər. Başladı nə? Dərin zəka var, dərin düşüncəm var, amma biraz tələsdir olur. Beyni itirər. Tələsdir deyənə səhv eləmək demək deyil. Yəni itiləşdir, qorxub özünü. Yəni siz hər şeyi bilirsiniz, doğru bilirsiniz. Doğru bildiniz ki, hərəkət edir. İzah edirlər mi? İstərinizdən yox. Məsələ bu. Söyləmək istədiyim o 4-cü panik. Bax, panik burada məsələn, abdül edəmişim, anlar edəmişim. Bunların demək olar ki, 70%'ın içində paniklik var. Paniklik nə demək? Elementar bir şey var. Elementar bir şey. Bəsit bir şey. Mən cibimdən kərdə gələn çıxardan atılır. Həmən nə bax, gözən doğru. Hələ yox içimində. Sən atdır, bax. Görürsən, panik. Bu nə deməkdir? Bunu azaltmaq. Mən götürdüm, qurbağını attım. İndi təsəvvür adına da xanım. Elnara. İndi gör Elnara neynlər burada? Oradayım. Təsəvvür etsən. Panik. Yəni bu panikləmənin azaltmaq dərəcəsini. Mən demirəm ki, mən qəbiləm, mən insanlar, mən də panikləyirəm, mən də həyəcanlanıram. Biz normal insanlar. Amma bunun dərəcəsini azaltmaq. Başladı mı? Dərəcəsini azaltmaq. Bu, məsələn, tutalım ki, ev yanır da, adlayın nəfəsini. Ev yanır, oturmuşdur, televizora baxdım, öyle ki, sən zaman istədiyi alır. Baxanlar çoxdur, bax, görürsən, görürsən. Elə mi? Baxır, bu istifayı. Şimdi buna baxırsan, bir günün oradan başqa yanına batırırsın, ev, pərdə. Burada sən, necə deyirlər, onu gedib, çıxıb bayra, günün ışını söndürmək əvəzinə, sən qışqırsan, Allah! Bu deyirsən. Doğrudur mu? Doğrudur. Ama çok panik nedir? İmkanda da sizin narahat edenlerdir. Adamların çok vurgulu, adamların çok vurgulu, orada olasılarla görüyoruz. Ben geçen sefer bir anlatmıştım size. Tekrar uzun değil ya. Bizde bir geçenlerde bir tane var. Kıl uşağıydı.
uşaq 600'dən yuxarı toplayan bir tələbə. 600'dən yuxarı. Bu uşaq başına gələn hadisə nə olur? Demək, evdə valideynlər, ay Gülsaldır, səhət istəmlər, ay qız, sənə də götürmüsən, ay qızını götürmüsən, ay qız bunu eləmsən, ay qız gələm götürdün, ay qız onu elədin, ay qız sən kimliyi götürdün, bunu götürdün, evdə hanım, nənə, baba, xala, bibi, xala, dayı, qonşağını karışdırır. Yalnız, gətirirlər bunun üstündə, qızın üstü qalanına gəlib, baxdır adamlar çox, hay gün, arxalara valideynlər, üstə girməsən, haqqım olanları necəmsələr. Qız dedi, onu gördü, pilləkənlər heç çıxarmıyor. Qız özündən gedir, həmən həkimlər gəlir, qıza doğru düzgün müayinə eləmək əvəzinə Dimitriyonla ana gibi zıp edən oralar və bu qızla gelir. İmkanı. İsrail, yətər. Dimitriyon ağacı nə deməkdir? Ona qəşənglik güzəlik elədi, yəni bu yatmağın da bir badı yatıdır. İmtihana bir saat yarımdanmış, nə yazmışam, nə onu yazmışam. O dərəcədə. Yəni, nə istəyirəm ki, belə halda olur. Keçdik 5-ciyə. 5-ci nədir? Psixoastenik. Psixoastenik. Nə deməkdir 5-ci? Yəni, psixoastenik dünyasında yaxşı olarsa lazım olacaq. Psixo. Yəni, mən özümdən şeyləməməliyəm. Özümdən xəyallar qurmamaq yox. Vəsvəsəyə düşməməliyəm. Psixoastenik yəni ki, mən desə yazamayacaq. Yox, yazamayacaq. Yox, qalmayacaq. Yox, inanmıram. Psixoastenik. Aydın mı? Yəni, inanmıram, inansızdır. Ha, 5-ci budur. Və bu minvanla 10 dənə maddədir. 5-ci qalır. 10 dənə maddəni bu şəkildə sayırsan. Və bunun öhdəsindən gəlməyə çalışırsan. Başlara bildin mi? Sən bunu ilə özünü necə deyərlər? Özünü bunu neyirsən? Özünü buna hazırlayırsan.